maraqlı bir məlumatla qarşılaşmışam. İstəyirəm həmin məlumatı sizinlə də bölüşüm. Deməli, Azərbaycanda da bizim istifadə etdiyimiz çox məşhur saytlar var. Bir neçə sayt var ki, onun sahibi gürcü milyarderdir. İndi onun həmin şəxsin sərvəti açıqlanıb. Saytlarda bu barədə məlumatlar yayılıb. Bloomberg agentliyinin məlumatına görə Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri saytlardan 4-ünün Turboaz, Tapaz, Bosaz və Binaazın sahibi olan milyarder Mikhail Lomtadze'nin sərvəti 5,1 milyard dollar təşkil edib. Dünyanın nüfuzlu nəşrlərindən olan Forbes-in hesablamasına görə isə Mikhail Lomtadze'nin sərvəti 5,8 milyard dollara yüksəlib. Məlumata görə hər iki reytingdə o, Gürcüstanın ən varlı şəxsi kimi qeyd olunur. Bildirilir ki, Gürcü milyarderlərinin sərvəti yalnız Bloomberg terminalı vasitəsilə görünür və ictimai şəkildə açıqlanmır. Hazırda dünyanın ən varlı 500 insanın siyahısına düşmək üçün sərvət həddi 6,3 milyard dollardır. Bu səbəbdən Mikhail Lomtadze hələlik bu açıq siyahıya daxil edilmir. Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşı olan 50 yaşlı Mikhail Lomtadze Qazaxıstanın ən böyük şirkətlərindən olan Kaspi Qazaxıstanın əsas səhmdarlarından biridir. Mikhail Lomtadze eyni zamanda Qazaxıstanın ən böyük banklarından biri olan Kaspi Bankın 23% səhminə nəzarət edir. Lomtadze'nin Azərbaycanın aparıcı elan saytlarından olan Turboaz, Tapaz, Bosaz və Binaazın nə zaman satın aldığı bilinmir. Lakin bu saytların bağlı olduğu Digital Classifieds MMC 16-8-ci ay 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı isə 50.000 manat olan MMC-nin hüquqi ünvanı Nəsimi rayonu Rəsul Rza küçəsi 75-də yerləşir. Şirkətin qanuni təmsilçisi Gürcüstan vətəndaşı Mamuka Kirvalidzedir. Reytingdə adı çəkilən digər Gürcü milyarderi, hakim partiyanın fəxri sədri Bidzina İvanişvilinin sərvəti Bloomberg qiymətləndirməsinə əsasən 3,6 milyard dollar, Forbes-in məlumatına görə isə 2,7 milyard dollar olaraq göstərilir. Qeyd edək ki, bu barədə məlumatı Yeni Avaz.com saytı yayıb.